İlk növbədə sağlam həyat tərzinə və fiziki aktivliyə marağın qlobal miqyasda artması bu tendensiyanı təbii ki, sürətləndirir. İnsanlar artıq yalnız xəstəliklərin müalicəsinə deyil, onların qarşısının alınmasına və ümumi rifahın yaxşılaşdırılmasına daha çox diqqət yetirirlər. Eyni zamanda sosial media və rəqəmsal platformalar vasitəsilə fitness və qidalanma ilə bağlı məlumatların geniş yayılması həm doğru, həm də bəzən elmi əsaslandırılmamış məlumatların populyarlaşmasına səbəb olur. Digər mühüm faktor isə idman performansını artırmaq, bədən kompozisiyasını yaxşılaşdırmaq və bərpa prosesini sürətləndirmək istəyidir ki, lakin burada qeyd etmək vacibdir ki, bu məhsullar balanslı qidalanmanı əvəz etmir və yalnız düzgün seçildikdə və istifadə edildikdə faydalı ola bilər. İstehlakçılar tərəfindən ən çox edilən səhvlərdən biri bu məhsulları zərərsiz və ya hər kəs üçün uyğun hesab etməkdir. Digər geniş yayılmış səhv fərdi xüsusiyyətlərin nəzərə alınmamasıdır. Burada yaş, sağlamlıq vəziyyəti, mövcud xəstəliklər və qəbul edilən dərmanlarla qarşılıqlı təsirlər çox zaman nəzərə alınmır. Bundan əlavə, məhsulların etiket məlumatlarının oxunmaması, tərkibin və dozanın anlaşılmadan istifadəsi də əlavə risk yaradır. Xüsusilə sosial mediada yayılan tövsiyələrə əsaslanaraq həkim və ya mütəxəssis məsləhəti olmadan istifadəyə başlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. İstehlakçılar ilk növbədə məhsulun rəsmi qeydiyyatdan keçib-keçmədiyini və təhlükəsizlik baxımından qiymətləndirildiyini yoxlamalıdırlar. Məhsulun etiketində istehsalçı, tərkib, istifadə qaydası, saxlanma şərtləri və son istifadə tarixi kimi məlumatlar aydın və tam şəkildə göstərilməlidir. Eyni zamanda məhsulun mənşəyi və satış kanalı da mühüm əhəmiyyət daşıyır. Qeyri-rəsmi və ya etibarsız mənbələrdən alınan məhsullar keyfiyyət və təhlükəsizlik baxımından riskli ola bilər. İstehlakçılar bilməlidir ki, təbii, bitki tərkibli və ya zərərsiz kimi ifadələr hər zaman təhlükəsizliyi təmin etmir. Ona görə də hər hansı bioloji aktiv əlavəni istifadə etməzdən əvvəl mütəxəssis məsləhəti almaq ən doğru yanaşmadır. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən aparılan elmi araşdırmalar və risk qiymətləndirmələri bu məhsulların insan sağlamlığına təsirinin daha dərindən öyrənilməsinə imkan yaradır. Maarifləndirmə fəaliyyəti isə ən az nəzarət qədər vacibdir. İctimaiyyətə düzgün və elmi əsaslı məlumatların çatdırılması, yanlış informasiyaların qarşısının alınması və istehlakçıların şüurlu seçim etməsinə dəstək göstərilməsi risklərin azaldılmasına mühüm rol oynayır. Nəticə etibarilə dövlət nəzarəti və maarifləndirmə birlikdə istehlakçıların daha təhlükəsiz və məlumatlı qərarlar verməsini təmin edir.